Sən nə görürsən? 2 artırdır. Aysa o. Birinci yerdə neçə durur? 2 yazırıq. A1 bərabərdir 2. A-nın indeksinə yazdıq. Sıra nömrəsinə. Neçənci yerdə durursa onu. İkinci yerdə nə duracaq? A2 bərabərdir. A3 bərabərdir 6. Eyni qədər arta gedirsə bunun adı olur ədədi silsilə. Eyni qədər artır və ya eyni qədər azalır. Təkcə artmaq mənasında. Yox, azalsa da eyni qədər. Yəni fərqləri eynidir də. Neçə artır dediniz aşağılar? 2-ni hardan aldınız? 4-dən 2 çıxdınız ya da 6-dan 4 çıxdınız. Bəli. Onda demək olar A2 çıx A1 və yaxud da A3 çıx A2. Hansından istəsəniz çıxsanız eyni şey olur. Onda deyə bilərik ki, D bərabərdir AN çıxılsın nə? N çıx 1, bəli. Yəni özündən 1 əvvəlkini çıxacaqsınız. Olacaq AN çıx 1. A-nın indekslərini ancaq hansı dəftər yazırıq? Natural ədədlər. Çünki sıra sayıdır da, sıra sayı kəsr olmayacaq ki. İndekslər ancaq natural ədəd olmalıdır. Buna D deyirik, sislə fərqi. Sislə fərqi, yəni fərq nə qədərsə odur. Məsələn, azalan olsaydı, məsələn, 15, 11, 4 azala gedir. 7, 3, sonra nə Mənfi 4 sayılır yoxsa? Mənfi 4 niyə? Mənfi 1. 4 öz azalır, mənfi 1. Mən demədim ki, buradakılar natural olmalıdır. Mən D-ni deyirəm. Həddi mənfi olacaq, bəli. Şey olur Siz da. A1-ə nə yazırıq? 15. Sislərin hədləri hər şey ola bilər uşaqlar. Mənfi də, kəsir də, kök altı da. Əsas odur ki, sırasını yazırıq. Birinci yerdə 15, ikinci yerdə 11, 3-də 7. D-ni tapmaq üçün böyükdən kiçik çıxırsınız, yoxsa ikincidən birinci çıxırsınız? İkincidən birinci çıxırıq. Önlü olandan çıxırıq. Yəni durub 15-dən A1 çıxmayacaqlar. A2-dən A1 çıxırıq. Yəni ikinci dayanandan birinci dayanana çıxa bilərsiniz. Bəli, mənfi də alına bilər. Çünki azala gedəndə mənfi alınacaq. 11-dən 15 çıxacaqsınız. Bunda sıx toplama ilə bağlıdır. Nə? Sıx toplama ilə bağlıdır. Bəli, eyni qədər arta gedir və ya azala gedir. Mənfi gələndə azalacaqlar. Aşağılar məcburdurmu ki, sizə ardıcılları versin? Məsələn, tutaq sizə birincini verdi, ikincini vermir, üçüncünü də vermir, bir də dördüncünü verir. Bir A4 bərabərdir 3 və sonra necə taparsınız? Bunları verirəm. Zaten birinci bilirsiniz 15. 12 bölü... Mən çıxırıq, arasındakı şeyə bölürük də. Fərqə də böləcəyik. Deməli, onda Nərgiz D bərabərdir, nə dediniz? Dediniz A4-dən A1-i çıxarıq. A4-dən A1-i çıxanda əslində nəyi tapdınız? 3 dənə D-ni tapdınızlar. Çünki bunun arasında 2 dəfə 3 dənə D-dir deyə 4 çıx 1-ə də böldünüz. 3-ə böldünüz. Şeydir də bu. Onda düstur olaraq bağını yaza bilərik. AN çıx AK hamısına aiddir. Təkcə biri yox, indi bir yazacağım. N çıx K-ya bölürük. Baxın, indi məcbur deyil də birinci olsun. Onu yazıram, tutaq 7-ci ədəd 120-dir. 10-cu 10 olsun, yoxsa 15. 15-ci ədəd azala getsin, 64 olsun. D-ni soruşsun. Necə tapacaq? 64 çıxır 120 bölünsün. 56. 8. Hələ hara getdi? Səhvli yoldan. 7 deyil də, mənfi 7 deyil də. İrəlidəkindən çıxmalıyıq da, 7-dən Mən 15-dən. şey Yazırım A15, çıx A7. Bölünsün Bölürük 8. bunların arasındakı fərq. 8. 8-də 15 çıx 7 də yaza bilərsiniz. Ədədləri də qoy bölsün. Onda mənfi olmur ki. Mənfi 7 olur da. 56 bölü 8. Aşağılar D hər şey ola bilər dedik də. Kəsir də ola bilər, mənfi də, müsbət də. Yenə bir ədəd seslə yazaq. Neçəni artsın? 5, 5, 5, 10, 15, 20, 25, 30, 35. Baxın deyir, bu gözünüzün qabağında olan ədədi silsilələrdən xassələri özünüz alın. Tutaq ki, mən sizə birincini vermişəm, birinci A1-i 5 vermişəm. D-ni də vermişəm ki, o da 5-dir, 5-5 arta gedir. Sizə 25-ci ədədi soruşuram. A25-i soruşuram. Dur, 25 dənəsi yazmayacaq ki. 24 vurdu. 24 vur 5 də, 140. Abi üstə gəlir. 25-ci tapmaq üçün birincinin 25-ə vurmalısan da elə. 24-ə vurmalıyam. Birincinin 24-ə. üzərinə nə gəlməliyəm aşağılar? Məncə 24-də. Birincinin üzərinə neçə nə də gəlməliyəm? Üçüncüsü 3-ə vurursan, 25-ə də 25-ə vurursan da. 24 dənə bəli. 24 dənə də gələcək. Hadi 25'e vurmuş olsan. 24-ə qədər bir dənə gözləyin. Yaxşı, 25-ci yox, elə 5-cini soruşsaydım.
Abi 25 dört də, 25. İşte 4 də gələcək. Baxın, birinci bu deyil, A1. Birinci bu da 2, 3, Özünə 4, bərabər 5. deyə belə oluyor Deyirəm ki, burada. bu 25-i buradan tapmaq üçün bunları verməsə, yazmasaq da Birinci ilə deyə bərabər 2, olur. 4 və 5-ci də, hə? Abi Baxın, bu 25-ə gəlmək üçün bunun üzərinə bəlkə 1 də gəlirəm, ikincini tapıram, hə? 1 də gəldim, onu tapdım, ikincini. Üçüncünü tapmaq üçün bir də yenə gəlirəm. Dördüncünü tapmaq üçün bir də yenə gəlirəm. Hara getdi bu? Beşincini tapmaq üçün neçə oldu? Baxın, bir də gəldim, qoy üstə yazım. Bir də gəldim, ikincini tapdım. Bunun üzərinə bir də gəldim, üçüncünü tapdım. Sonra bir dənə də gəldim, dördüncü Beşinci oldu. olsa var da. Beşinci Bir də gəldi niyə ki? beşinci. Bir də gəldi, beşinci oldu. Orada. Yazdım, belə. Ha, burada birinci ilə Yəni, şey birincinin üzərinə neçə də gəldim? 4. 4 dənə də gəldim, 5-ci oldu, hə? Onda yazıram, 5-cini tapmaq üçün birincinin üzərinə neçə dənə də gəlməli idi? 4 dənədir. İndi biz burada saydım, amma saymağa gerək yoxdur da. Birinci varsa, mən birinci yerdə dayanmışamsa, 5-ci yerə çatmaq üçün neçə addım atmalıyım? 4 dənə, bu da addımlarıdır da, hər dəfə bir addım atacaq. Onda fikir verdiniz ki, bununla 1 ilə 4 toplayanda elə 5 eləyirdi. 1 ilə də 24 toplayanda 25, zaten məntiq olaraq. Bəs indi, bəli. Mən indi birinci yerdə dayanmasaydım, ikinci yerdə dayansaydım, ikinciden başlasaydım, 5-dən yox, məsələn, ondan başlamaq istəyirəm. Orada da Yəni, A2-nin üzərindən neçə 3 də də olar da, gəlməli? 3 dənə, 3 də. Onda əmsal fərqi qədər deyil. Neçə deyil. də olar? Hə, əmsal fərqi 2 qədər də, deyil. 2 də. Aha. Yəni, harada dayanmışsan, ona çatmaq. Bəs geri qaçsaq olarmı? O da olur da. Məsələn, Orada çıxmalıdır. 35, 40, 45. Bu neçənci idi? 5-ci. 5-ci. 5, 6, 7, 8, 9. İndi mən 9-cudan 5-ciyə qayıtmaq üçün neçə addım geri gəlməliyəm? 4 də. Bəli, 4 addım geri qayıtmalıyıq, düzmü? Onda yaza bilərəm də A9-dan 4 deyinə çıxsaq bizə A5 verəcək. Ya da A5. Bəli. Zaten A5-in üzərinə 4 də gələndə A9 olmurmu? A9-dan da 4 deyə çıxanda da A5 olacaq da. Bir onda bir dənə zəhmət olmasa düsturu yaz. Onda düstur necə olacaq? Əgər AN, yəni hər hansı n-ci həddi istəyirsə, birinci həddin üzərinə neçə də gəlməliyəm? En çıx 1-dir. Bəli, en çıx 1-dir. Bəs ikinci həddim istəsə, En çıx 2-dir. en çıx 2-dir. Üçüncü həddi istəsə, A, K versə, K. en çıx En K. çıx K-dir. Bunu bildik. İndi deyir, hədlərin sayını da tapın bir zəhmət. Neçəni artırması? 3, 10, 13, 16, 19, 22, 25 və s. Aşağılar deyir ki, birinci hədd 7-dir. Birinci hədlərin sayını deyirəm. Axırıncı həddimiz 25-dir, 25-də sonra olmasın. Axırıncı dediyimiz ortadakıları yazmayacaq. Ortadakiları yazmayacaq. Sayı və olacaq, hə. Bəli. Deyir ki, axırıncı 25-dir. Axırıncı dediyimiz sənə neçəncidir 25, onu soruşacaq. Bilmədiyim üçün AN yazıram. Bərabərdir 25. Deyini də Deyini özü vermişdir. verir də. Özü verir ya da 7 Desə onu verir 25 də. deyir. 25-dən Deyinin 7 neçə olduğunu çıxır, verir. bölü deyə bilir. bölür. Hə. Deyir, neçənci adı onda 25-dir. Al. Gözüm dur bir saymayacaq ki 7, 10. Məntiqi 7-ci olaraq. də. Neçənci olacaq? 6, 25-də 7 çıxın 18, böldünsə 6. Üstədə bir gəlsən məncə Hələ 7-cidir. 7-ci deyirəm də mən də. 6 üstə bir gəlsən 7. Və bax, ayın üstü keçdi yazdığı. Ayın bərabər nəyə? A1 üstəyə. Kimlər? A1 üstəyə. Şöyle En çox 1 vur deyəm. Belə dedik, hə Əli? Ha, Bir buradan bəli taxa bilərik də. 7 idi Ayın də. olur 25 bərabərdir. A1 7 üstəgəl. En çox 1 vur. Deyimiz neçə idi? 3. Vurub açıb hər Vur açmayaq. 25-dən 7 çıxaq. 18 böldünsə 6, o üstə bir gəldi 7-dir. 18, 18 3-ə böldük. 6, 6 üstə 1 gəldik 7. Amma deyir bu düsturu əzbərləyib yazmaq yox, enləri elə qaydasını özün Birinci bil. mən tapdım. Əli, 25-dən Mən 7 dedim. 7 çıxırıq. Sonuncudan birincini çıxdıq. Böldük neçə, bəli, deyə. Üstə də 1 gəldik. Onda n-in tapmaq üçün düsturu desin görə yəqin oldu. Nəyi tapmaq üçün? Müəllimə, neçə ədəd var? A, en çıx A1, Aha. A, n bölünsün çıx A1, D, üstə gəl 1. D, üstə gəl 1.
Deməli neçənci düstur oldu? Əslində düstur Dörd, dediyimiz yəni dörd. özümüz ona Özümüz qayda sayırıq, olaraq doğru. qəbul edirik, bəli. Birinci D-nin düsturunu. Əslində qaydada uşaqlar D bərabərdir AN çıxılsın, AN çıx 1-də verir. Yəni amma bilirsiniz, bu bunlar ardıcıldır. Əsas bizə lazım olan düstur. Deyil, ayın çıxıyor. Hə, Yaxşı yazsam markerdən, orada markerlərim yox. Bunun için dəyişməyim. bu da yazmış ki, istəyir. Bu da yazmış. Yox, heç nə. D bərabər idi. AN çıx AK bölünsün N çıx K D-nin düsturuydu. Əsas AN bərabər idi A1 üstə gəl N çıx 1 vur. D bunu da dedik. Buradan da N'i tapanda AN çıx A1 böl D üstə Üstə gəl gəl 1. bir. 4 dənə də. Hələ ki 4 dənədir. Davam edelim. Hadi sen hansı xassəsini deyəcəm? 4 artıraq. Niyə 4-dən başlayaq? 5-dən artıq. 5-dən 4 artıraq. 5 idi, üstə 4 gəldik. 9, üstə 4 gəldik. 10, üstə 4 gəldik. 17, 4 gəldik. 21, 4 gəldik. 25. Bir burada Çətin bir şey gəlir. çətin deyil yox. Sadəcə də özünüz baxın. Heç 9 bir şey gəlir. götürün. A2-də. Sağına baxın, soluna baxın. Fərqi 9, deyil 5 ilə tapa. 13 nəydi? Ədəd Ədəd ortası. Hə. 13'e bakın. 9, 9, 17, Gəlin on onu. altı. 17 məntiq olaraq Deyil. eyni qədər artır. Bir üstə deyildi, bir üstə Evet, gəldi dedim ki, də. dəyişdirmək. Gedəndə A3 üstə gəl Böyle A1 oyuncu var, böl ortada 2, o da ortası. A2-də. Elə bir Onda şeydir. deyə bilərik ki, A1 ilə A3-ü toplayıb 2-yə böləndə nə A2 gələcək? eləyək. A2 eləyəcək. Və yaxud da bu A2 üstə gəl A2 də demək olar da, da orta demək. Yəni həmin ona kənədir demək olar da. Və yaxud da A3 üstə gəl A3 nəyə bərabərdir? A2 kaç yazarım. Bəli. A2 üstə gəl A4 onda nəyə bərabər olacaq? A3 2 qatı, A3 2 qatı. Yəni A üstə gəl A3 də 2 A3 Bəli. demək olar. Bir ancaq bu ortada olan elə olur. Bir fikir verdiniz, mən bunu ayrı yazmaqda Eyni məqsədim. olanda da olur. 1 ilə 3-ün indekslərinə baxın. 1 ilə 3-ün indekslərini cəmr edir 4. 4 gəlsin, hə. Məsələn 1 ilə 5 olsa 3 2 3 ilə olur 4 da. 6, 3 ilə 3 6. Baxın görün Aynen hamısını olur. keçərli 1 ilə olur mu 5 bu? olsa 3 3 olar. Niyə olmur ki? Yəni olur. Baxın görün olurmu? 1 Olur. Məncə 25 olur. o da Olur. önündə olur Bu hə. ikinci hədd 9-dur. İkinci hədd 9-dur. 2 3 dördüncü hədd 17-dir. 9 ilə 17-ni toplayıb 26, 26. böldən Bunun ikiyə cavabı olmuşsa. 26-dır. Bu indekslərin cəmi 6-dır. İndekslərin cəmi 6 olan 3 ilə üstü götürə bilərsən. Mən deyirəm ki, bəlkə 1 Bir ilə ilə 5-də götürək. Bu ikisinin o da cəmi, bu olur, ikisinin bir cəmi. ilə Bir də beş baxın olur. görün olurmu? Bunu isbat eləmək üçün A2 yaza bilərik, A1 üstə gəl 1-dir. A4-də A1 üstə gəl 3-dür. Açıqlaması yazsam görəcəksən eyni olduğunu, deyirlər bərabər olacaq. Sən deyirsən ki, mənə rahat olan qayda əsas nədir? Deyir, indekslərin cəminə bax. 2 ilə 4 6-dır, 1 ilə 5 də 6-dır. Ödədim, ödədim. Amma fikir verirsiniz, burada da 2 hədd olmalıdır, burada da 2 hədd olmalıdır. Siz A1 üstə gəl A3-ü bərabərdir A4 yaza bilərsinizmi sənə? A1 ilə A3-ü toplayanda A4 verdimi bir bax? Bir birinci ilə üçüncüyü toplayanda dördüncü verdi mi? Xeyr. Yəni burada çalışıb indekslərin cəmini toplayıb bura yazmaq olmaz. Onda belə çıxır ki, indekslərin cəmi olmalıdır. Bərabər olmalıdır. 3 dənəsini də götürə bilərdik, sildim. Başqa bir ədədlər götürək. 2, 4, 6, 8 rahatımızda onu yazaq. 3 dənəsini də götürə bilərsiniz aşağıya. Mən deyirəm A1, A3, bir də A5. A5 desin, A5 yazaq. A3 üstə gəl, A3 üstə gəl, A3 Şimdi üstə 3 dənəsini toplayın. Elədir hə. 5, 3, Ha, 8, altı 8 ilə 1, 9 eləmir. Evet. Amma 3 dənə hədd Üç dənə yazmışıq. üç dənə Üç 3 hədd yazmışıqsa ortası orada da baxın, 3 tamam, dənə indekslər. hədd. Və yaxud da bəli, ədəd orta ilə də yaza bilərsən, amma yaxşı indekslərin cəmidir. Bunu yerinə yazacaqsınız. İndekslərin A3 cəmi A3 bərabər olsun. 3 A3 elə. Onda indekslərin cəmi bərabər olsa 2 4 ilə üstə gələ bilik də. Necə 2, 4 ilə? Bu dəfə A2 üstə gəl, A3 üstə gəl, A4 də yaza bilərik A2, onda. A3, A4 da yaza bilərsən. İndekslərin cəmi bərabər olsa Əsas yəni hər indekslərin yazsan cəmi. da. Biz daha çox çalışırıq ki, eyni olan varsa eyni götürək. Amma indi 9 yox. Tutaq ki, bu 2 olsaydı, 10 olsaydı, 3 ilə bölənməyəcəkdik axı. Hə, hə. 5, 3, 8, 2, 10. 3 dənə 10 eləyir heç nə. Çünki 3 dənə hədd yazmalısınız. Ki, yəni mən bu 3 dənəsini tarazlaşdırmaq üçün hansı 3 dənəsini gətirib yerinə yaza bilərəm. İndekslərin Cəmi cəmi olan 10 olan istənilən yaza istənilən hər şey bilirik. yaza bilərsən, amma 3 dənə 4 yox. 4 2 falan Hə, nəsə yazır. bəli, 4 4 2. Və bu qaydası Amma vardı. mütləq
Əli, amma mütləq 3 dənə hədd yazmalısan. Çünki Hə, tarazlıq şərti qorunmasın. Burada 3 hədd qoymusansa, onu da bərabər edən 3 dənə hədd gətirib yazmalısan. Onda şey yazan İndeks yapacağım. Məsələn, yaza bilməzsən buna ki, 6, 4 A3 yazan üstəgəl buraya. A7 yazamazsan. O Sən, üçdən bəli, bu 3 dənə həddin cəmi seçmisənsə buradan, orada da 3 dənə hədd seçməlisən. Elə yoxsa yazardıq elə A10 da. Ödəmir. Hə, ödəm. Ona görə burada 3 hədd isə, burada da 3 hədd olmalıdır. Bu ətraflarınızda bunu ispat yəqin vermirdi. Yox, ehtiyac yoxdur isbat. Əslində bəzi məsələn tutaq ki, o hissəsini görməyəndə hamısını A1 və D-nin ifadə edirsə. Yəni əlbəttə ki, hamısı A1 və D gəlir. Sadəcə biz orada daha qısa qayda istəyirik ki, baxan kimi cavabı deyə bilək. Ədəd sizə bu xassəsi bu qədər. Biraz çalışma işləyək. Ondan sonra bəli işləyək. Bir nəfər qrup atsın, hansı çalışmalar işlənəcəksə. Həmçinin bilərsən.